Salam, hər vaxtınız xeyir, hər birinizi xoş gördüm. Bugün yeni bir vlog çəkirəm sizlər üçün. Kəndə gedirik, kənddə maraqlı paylaşımlar çəkib paylaşacağım. Mən inanıram ki, siz də maraqla izləyəcəksiniz. Amma mütləq fikirlərinizi yorumlarda yazın. Və əlavə olaraq da səhifəmi mütləq şəkildə səhifəmə abunə olun. Bu yolu gedərkən istəyirəm sizlərlə biraz söhbət eləyim. Təzə Xaçmaza köçəndə mənim üçün bizim kənd çox uzaq görsənirdi. Əslində bizim kənd həqiqətən də belə düşünəndə, baxanda uzaqdır. Çünki marşrut, məktəb yoxdur, qıraq bir kənddir. Təzə ora gəlin köçəndə çox sıxılırdım. Bilmirdim necə eləyim, deyirdim. Ora gələnə kimi hiss eləmirdim, amma yaşadıkca hiss eləyirdim ki, burada heç nə yoxdur. Uşaqlar neyəcək gələcəkdə. Allah bir qapı açdı, şükür Allaha ki, yəni hər kəsin Allah qapısını açsın, hər kəsin yolunu açıq eləsin. Allah təki yanımızda olsun. Köçdüm Xaçmaza və bugün sadəcə özümə hər hansı bir iş görərkən ora gedirəm. Ona görə də maksimum biz çalışmalıyıq. Özümüzə o rahatlığı əldə etmək üçün çox əziyyət çəkməliyik. Bu da bizim xudafizaz. Böyük qurşanlar. Navaran yolu. Və yol üstü Yaşıl Marketdən biraz alış-veriş elədim. Təbii ki, biz orada qonaq gedəcəyik. Ona görə də konfet falan aldım. Yəni əliboş getmək doğru deyil. Biz hara gediriksə ən azı özümüzdən şirniyyat aparmalıyıq. Seçimdə yəni biraz çətinlik çəkdim. Çünki burada baxın nə qədər çeşid var. Özüm də konfeti sevmədiyinə görə, amma maksimum çalışdım ki, yaxşısını alım. Bəli, biz bugün 3 yerə qonaq gedəcəyik. Və biz alış-verişimizi etdik, təzədən yola düşdük. Buradan tam Yalamadan 7 kilometr yol var bizim kəndimizə. Görürsünüz artıq axşam olur, günəş batmaq üzrədir. Hər zaman deyirəm, bax bu vaxtı hər zaman Allaha dua eləyin. Xoş sözlər deyin, xoş arzular eləyin ki, onlara əliniz çatsın. Bir səhər açılanda təzə günəş çıxanda çox sevirəm o mənzərəni, bir də günəş batanda. Deyim ki, sizə bax bu yol var ha, 7 kilometr yol. Təsəvvürün ki, uşaqlar bax bu yolla məktəbə gedirdilər. Əvvəl daş yolu 2 kilometr, demək olar ki 5 kilometrdə asfalt yolu. Maşın, marşrut olmadığına görə bu yolu mənim uşaqlarım məktəbə piyada gedirdilər. Ona görə mən bu kənddən köçdüm. Və gəldik, çatdıq daş yoluna. Daş yoluna giriş eləyəndə artıq heç nəyə həvəsim qalmır qızlar. Heç sevmirəm bu daş yolunu, nə də bu kəndi sevmirəm. Burada deyim ki sizə, indi biz gedəcəyik Əskər Gəldiyə. Əskərimiz əslində çoxdan gəlib. Bizdə ümumiyyətlə Əskər Gəldi olanda böyük bir yığıncaq olur. Amma müəyyən bir hüzur məsələlərinə görə də bu dəfə bizdə öz ailəmizlə qeyd etmə alındı. Ona görə də yavaş-yavaş mən çatıram bizim əskərimiz olan evə. Anneciğim bu ne zaman? Tamam, sıvalı konu neydi? Kime düştüm işte. Zıcı cevablar, kocaman. Maşallah, maşallah. Söyle ne bu? Sabunla. Tamam, tamam. Hadi. Çünkü sana şey gitme. Evet, şey. Beləliklə bizim qonaqlığımız belə getdi və növbəti gün açıldı. Biz yeni gündə yeni işlər görəcəyik. Yarpaq yığacağıq, həyətləri təmizləyəcəyik, süpürəcəyik, samovar qaynadacağıq. Yeyib, içib, təmizləyib bir sözlə geri qayıdacağıq. Bizim samovarımız artıq səhər-səhər qaynayır. Çay dəmlənənə kimi sizə bağımızı biraz çəkmək istəyirəm. Bağımıza giriş edən kimi bizim hündür böyük alça ağacımız var. Heç nəyə yaramayan. Bu il heç alça da yoxdur. Havalar çox soyuq keçdiyinə görə nə normal alça var, nə gilas var. İndi fındıq hələ deyə bilmirəm. Çünki hal-hazırda fındıq yəni ki sezonu olmayıb. Ona görə də sizə onu deyə bilmərəm. İnşallah ki heç olmasa fındığımız olar. Bizim böyük bağımız var. Demək olar 1 hektar, 2-3 bizim gilas ağacımız var. Qalan fındıq ağaclarıdır. Bizim kənddə olan evlər 2 mərtəbə hündür evlərdir. Hündür evləri də təmizləmək də özü də bir böyük işdir. Bizim toyuq hinimiz də var deyim. Əvvəl biz toyuq saxlayırdıq, cücə saxlayırdıq.
Ona görə də o da öz yerindədir. Bu bağda çox əziyyət çəkmişəm, bunu deyim. Və qayıtdıq həyətə. Mənim əvvəl diqqət yetirib çox qulluq elədim. Qızıl güllərim indi hal-hazırda çox zəifdir. Çünki mən yoxam, qulluq yoxdur və artıq güllər zəifləyib. Və biz artıq təmizliyi görmüşük. Demək olar biz bir az qalıb, demək işləri yekunlaşdırmışıq. Blok çox uzun olmasın deyə çoxlu sayda o təmizlikdən çəkilişləri sizlərə paylaşmadım. İnşallah növbəti paylaşımlarda daha çox təmizlik işlərindən sizlər üçün çəkəcəm. Mən ümumiyyətlə samavır qaynatmağı bacarmıram. Bir saata demək olar ki, bir samavarı zülümlə qaynatdım. Çünki səhər artıq gördüyünüz kimi samavar qaynamışdı, yoldaşım qaynatmışdı. Amma günorta artıq biz özümüz üçün qaynatmaq istədik. Bir saatda alındıra bildim. Çay içdik, sonra artıq sağ olsun yoldaşım kebab hazırladı. Kebabımızı yedik və təbii ki, bugünü də belə yola verdik. Səhər tezdən mütləq gəlib işə qayıtmalıyam. Demək olar ki, çox gözəl dincəldim, təmizlədim və artıq səhər demək olar ki, saat 6 idi. Mən durmuşdum, 7-nin yarısı yola düşdüm. Sağ-salamat gəldim və təbii ki, Xaçmaza